Əli Ədalətli təqdim edir. Salam, hörmətli tamaşaçılar, hörmətli izləyicilər. Mən Əli Ədalətli, bu günləri doğma kəndim Fatımay kəndindəyəm. Bəli, Fatımayda İmam Hüseyn məscidinin qarşısındayam. 1987-ci ildə İmam Hüseyn məscidi, Allah rəhmət etsin, Hacı Cəmi tərəfindən inşa olunmuşdu və bir neçə il keçdi, dəyərli qardaşlarımız tərəfindən yenidən restavrasiya olundu və bu günləri dəyərli qardaşımız, dəyərli alimimiz Hazır Amilin iştirakı ilə gözəl bir ehsanat olacaq və əlbəttə kənd sakinlərinin iştirakı da olacaq. Allah verilən ehsanatları, qılınan namazları, tutulan oruçları qəbul etsin. السلام عليك يا رسول الله. السلام عليك يا حبيبي يا نبي الله. السلام عليك يا رسول الله. السلام عليك يا حبيبي يا نبي الله يا رسول الله. قلب بالحق تعلق وبغار حراء تألق يبكي يسأل خالقه فأتاه الوحي فأشرق. اقرأ اقرأ يا محمد. السلام عليك يا رسول الله. السلام عليك يا حبيبي يا نبي الله. السلام عليك يا رسول الله. Allah sizləri qorusun, Allah hifz eləsin, Allah bu kəndi yeni göy bəlalarından hifz eləsin. Və şükür olsun, məsciddə gördüm, ürəyim açıldı. Gözəl təmir olub, hər kəs ki, zəhmət çəkir, onun ərsəyə gəlməsində Allah razı olsun, Allah dualarını qəbul eləsin. Və sevindim ki, gəldim bugün sizin huzurumuzdayam, sizlərlə birlikdəyəm, sizinlə bir süfrədə əyləşmişəm, Allahıma həmd olsun. Buna görə də Allahıma şükür edirəm və sənə edirəm. Öndə də mübarək Ramazan ayı da gəlir. Bizim Əli qardaşımız sağ olsun, dəfələrlə belə məclislərin təşkil olmasında zəhmət çəkir və bizə dəvət edir. Allah o da hifz etsin inşallah. Mənə buyurdular ki, bir neçə kəlmə Ramazan ayını toxunum. Mən dedim, baş Ramazan ayı gəlirsə də Ramazan ayından danışmaq nə gözəl. Allah süfrəsi yaxınlaşır. Duiltu mina ziyafətillah. Hədislərdə var ki, Allah sizi öz süfrəsinə dəvət edir. Duiltu fihi ila ziyafətillah. Yəni, bir neçə gündən sonra qonaq olacaq. Kimin qonağı? Rəbbimizin qonağı olacaq. Allahın qonağı olacaq. Baxın, bir də nəzərə alın ki, ev yiyəsi Allahdır, qonaq bizik. Bizim evimizə qonaq gəlsə neyindir? Qonaqla necə rəftar edirik? Şükür olsun Allah, biz qonaq sevər insanlardır, düz deyil. Qonağın ehtiramında dururuq, qonağın hörmətini saxlayırıq. Qonağın hələ fikrimiz, işimiz budur ki, o qədər razı qalsın, geçsin. Onu yiyib, bunu iç, sağ Allah, razı qaldın, necədir vəziyyət, yaxşıdır.
Elə o cürlə onu razı salma. Bir dənə zehnimizdə bir fikir var. Onu necə eləyə razı salam. Heç də istəmir ya ondan. Məsələn, bir nəsə eləyirik ki, nəsə istəyir, o da qonağımdır da evimə gəlib, sağ olsun. Evimə içərisində giribsə artıq mənim qonağım. Yaxşı, indi ev yiyəsi kimdir? Allahdır. O kimdir? Əkrəmul əkrəmin. Ən kərimlilərin kərimlisi. Ərhamur rahimin. Ən rəhimdir. Hər şey onun. Hər şey onun. Küll aləm onun. Mən o xəlq edim. Mən o yaradım. İndi bəyləşdirirəm. Amma maraqlı süfrədir. Adətən qonaq gələndə qabağına su qoyarlar, çay qoyarlar, çörək qoyarlar. Bu dəfə bizim sahibimiz ev gəlsin deyir, nə su içəcəksən, nə çörək yiyəcəksən, heç nə verməyəcəm sənə. Adama deyərlər, belə qonaqlıq olar. Bu artıq bizi düşündürür. Niyə? Nə üçün? Niyə icazə vermirsən mən bir qurtum su için? Nə olar bir qurtum suyla? Yox, olmaz. Niyə? Cavab. Bu ilahi süfrədir, ruhani süfrədir, mənəvi süfrədir. Bu elə bir süfrədir ki, gələk bu cismin ac qalsın ki, ruhun qidalansın. Hərdən görsən evə qonaq gəlir, qonaq biraz salatdan yiyəndə deyirsən, sən Allah ondan az ye. Yemə ondan, özün qoyursan da qabağına. Əslində nəyə ki, istəmirsən onu yeməsin. Çünki başqa bir dənə yeməyi hazırlamısan, mühüm yeməksə onu yesin, ona görə sən bunu yemə. Düz deyil. Allah deyil, sənə bu Ramazan ayında mənə deyir ki, su içmə. Nə üçün? Sənə başqa su hazırlamışam, sənə başqa bir qida hazırlamışam. Sənə ruhu istəyirəm, sirab edeyim. Hikmət süfrəsi sərmişəm, açmışam. Quran süfrəsi açmışam, məarif süfrəsi açmışam. Övliyaların, Allahın dostlarının süfrəsində əyləşmirsən sən. Artıq mövzu dəyişir. Tamamen dəyişir. Ona əziz Allahımız özdə bizə necə danışır Ramazan ayında? Deyir ki, ya eyyuhəl-ləzīnə āmenū kutibə aleykumus-siyam. Orucu sizə vacib eləmişəm ha. Vacib üstünədir. Bəzi əməllər var müstəhəbdir. Elə söndülər, eləmə söndülər. Bu əməl nədir? Vacibdir, eləməyə bilməzsən, eləməlisən. Bu nəyə bənzəyir? Elə bir ki, qonaqlarıyla çağırırsan, bir dənə qonaq var, o qədər çox istəyirsən, yığırsan, bax, gəl ha. Gəlməsən küsərəm ha. Gəlməsən mən də gəlmərəm ha, qapıya. Sıxırsan yazın, yenə yığırsan, gəlirsən, deyək kişi gələcəm, darxanlı. Birdən işim çıxmasa gəlməsəm, yox, gəlirsən, gözləyirəm mən. Düzdür, onu məcbur gətişdirirsən sanki, amma içində nə qədər eşq var, nə qədər məhəbbət var, nə qədər sevgi var, nə qədər hörmət var. Allah sənə o qədər sevir ki, o qədər hörmət edir ki, biz sən nə dedik, müstəhəb eləməmişəm, vacib eləmişəm ki, mən süfrə biləmiş. Mənim süfrəmə o tərəf süfrə var, deyir, mən süfrə biləmiş. Otur, gör bu süfrədə sən nələr verirəm. Və bir neçə müddət bundan qobaq idi, 3 dolar bəlkə də 4 dolar. Bir dəfə eşitdim xəstələnib, gəldim baş çəkdim, belə xətr hörmətimiz var idi. Xəstəxanada idi, gördüm ağlayır. Ramazana 2 ay qalmışdır. Dedim, bu il Ramazan nəsib olmayacaq. Elə ağlayırdı. O il nəsib olmadı, bir pis xəstəlik idi. Hətta o həddə idi ki, yəni həkimlər mən yadımda dedilər, damasını götürməlidirlər, bir neçə müddət aparsınlar. Şükür Allah qaytardı. Keçən də oruç tutdu. Allah lütf elədi. Allah həmən qaytarır ki, insan iləsin, anlasın ki, məni qaytardılar bir də dünyaya. Nəticə çıxartsın, nəticə. Düzdür, qayıtdım. Əmir-ül-Mömin yaxşı hocamla düşdü. Bir nəfər ölmüşdü, Əl-Əsəlam gəldi başının üstünə. Bu ayıldı. Sən də ölməmişdi, klinik ölüm keçirmişdi. Ayıldı, ayılan kimi sevindi. Sevinəndə Əmir-ül-Möminin çiyninə belə vurdu. Düzdür, ayıldığını ölmədin, amma öləcəksən ha, gələcəksən bu dünyadan. Bu yaddan çıxar. İnsan gələ bunlar fərqində ola. Bu süfrə kimdə açılıb bizə, fürsət verilir bizə. İndi sağlamlıqsa nə gözəl. Xəstələnmişiksə Allahdan deyil, bizi lütf elə, sağal. Allahdan istəmək lazımdır bu günləri yaşamaq üçün. İstəmək lazımdır. Və bu süfrədəki əyləşdiniz. Allah buyurur ki, kutibə aleykumus-siyam kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun.
Mən sizə süfrəni açmışam ki, təqvalı olasınız, təqvalı. Təqva nəyə deyirlər? Təqva, yəni mənəvi güc, qüdrət. Təqvanı biraz rahat ilə deyim sizə, özvə yox deməyi bacarmaq. Adam gəlib özünə neyə bilər? Yox deyə. Bunu istəyirəm, çox da istəyirsən. İstədiyin olmayacaq, nəfs. Bəli, iradə. Mən ürəyim çox şey istəyir. Gördünüz ki, bir adam deyirəm, mənə deyimə, ürəyim belə istəyir. Nəfsin adı ürək qoyub da. Çox yaxşıdır bizim halımız. Nəfsin adını qoymuş ürək. Deyə bilmirəm, nəfsin belə istəyir, ürəyim belə istəyir. O ürək dörü nəfsdir. Allah bu ayda nəfsə hakim çıxmağı bizə öyrədir. Necə öyrədir? Deyir ki, bəşər, halala yox deyə bilirsənsə, 100% harama yox deyə bilərsən. Sual aldır, Ramazanda nədir? Gün orta, haramdır da. Deyir, sən bu halala yox deməyə qüdrətinə maliksən, 30 gün mən sənə məşq keçirəm. Sən deməli güclüsən. Deməli, sən harama da yox deyə bilərsən. Diqqət ediniz. İnsanı Allah hazırlayır, güclü eləyir, qüdrətli eləyir. Bəşərin başına gələn böyük problemlər iradəsizlikdəndir. İradəsizlikdən balalarımızı Allah qorusun, cavanlarımızı Allah qorusun. Gedib düşübdən mühitə, bir də aylar ki, əldən getdi bala. İradəsizlik. Sonra deyir, onun o elədi, bu elədi, bu elədi. Ay qardaşım, ay cavan qardaşım, nə qədər yaxşı vardı, tapmadın onu, getdin axıda bir adam var, getdin onu tapdın, qoşuldun ona. Bu qədər yaxşı vardı, atamı da narahat eləmişsən, ağsaqqalı narahat eləmişsən, evdəkiləri narahat eləmişsən. İradəsizlik. İradəsizlik. Balalarımız bu gün mənəviyyata yönətməsə, onun boşluğu başqa yerlərdə axtaracaqlar. Başa düşürsünüz. O aramlaşmaq istəyir, rahatlaşmaq istəyir, başqa yollarda axtaracaq bizim cavan balalarımız. Orada çıxarda bilməyəcək. Düzdür? Çıxarda bilməyəcəksən, gecikirsən, zaman gəlir, keçir. Mən bağışlayayım, mən bədsə baxıram, deyim ola ki, 80% ağsaqqallar əyləşir. İcazə vermişsiniz, danışıram da. Amma da bir neçə illik söhbətləri sizə deyirəm, neçə illik ki, mən çıxış edirəm. İnan Allaha, o qədər analar, atalar gəliblər, görüşmüşəm, görüşlərəm, ağlayıblar, sızıldayıblar. Kökünə gəlib çıxırsan, mənəviyyat boşluğu var, mənəviyyatsızlıq. Mənəviyyat olmayan yerdə uçurum var, bəla var, bəla. Gələk balalarımıza həm təhsil, həm mənəviyyat ötürək. Ramazan ayı mənəviyyat ötürür. Adam ürəyi açılır, mən statistikalara baxırdım. Deyir, Ramazan ayında cinayətdən sayı azalır. Statistikada. Cinayətin sayı azalır, şükür Allah. Görürsün, nə qədər mənəvi məsələlərə ehtiyaclıdır. Ramazan ayında insan biraz halı dəyişir, mərhəmət hissi çoxalmağa başlayır. Fikir verirsiniz. Ramazan ayı bitən kimi fitrət zəkatı çıxardırdı da bilirik, hamımız fitrət zəkatı çıxardılır. Mən bir dəfə də görmədim, bir dəfə gəlsin, mənə sual versin, biz niyə çıxardırıq o fitrət zəkatını? Sanki anlayır, Ramazan ayında çıxartmalıyıq da, qardaş. Bunu eləməliyik. Təkcə özümüz yaşamayacaq ki. Ramazan ayı insanı bir növ o mənfəətpərəst yox, fədakar böyüdür. Cəmiyyətə faydalı, xeyirli, bərəkətli. Dualarımızdan da gələ biri bu olsun, cəmiyyətə fayda qoyaq, xeyir qoyaq, iz qoyaq, bir iş qoyaq gedək, cəmiyyət neynəsin, bəhrələnsin bizim işlərimizdən. Biz ölüb gedəcəyik, amma bizdən sonra bizi dua eləsinlər. Dua. Xoş olsun o kişilərin halına, xoş olsun o insanların halına ki, iz qoyub gedə bilirlər. İz. Hamı o rəhmət oxuyur ona. Başa düşürsünüz, belə insanlar. Bunun üçün neynəmək lazımdır? İnsan mənəvi cəhətdən dolmalıdır ki, bu cümlə mövzuları düşünə bilsin. Mənəviyyat. Ramazan ayı bu süfrə açılışıdır. Bu bərəkətin açılışıdır. Hətta bəzən mənə deyirlər, belə işlərə deyirlər içində fələnə ki, məsələn, mən o namaz qılmıram, oruç tut. Bəli, tut. Bəli, tut. Mən namaz qılmıram, o da mən oruç tutmayacağım. Mən oruç tuturam, inşallah namazı nəsib olar. Orucu tut. Narahat olma. O birdən kimsə desən, yox, bu mənası yoxdur, yox, mənası var. Biz hamımız elə belə xırda başlamışıq. Bizə başa sallar, bu olar, bu nə eləmişik, bir də aymışıq ki, sən demə, bu lazımdır, bu nə eləməli. Hələ xırda ibadətlərlə başlamışıq.
Mən sizə bir dənə söz deyim. Oturun özünüzün, indi məsələn həyatımızda hidayət olmuşuq, tutaq ki, ibadətə başlamışıq. Bir dənə keçmişimizi araşdırın. Necə oldu birdən-bir namaz istədin qılasan? Necə oldu birdən-bir ibadət eləmək istədin? Adam keçmişi araşdıranda görür, ilahi, Allahın əli var orada. Şans, bəxt, boş söhbətlər deyə yoxdur o. Onu biz çıxartmışıq. Allah əli var, Allah əli, rəhmət əli var, rəhmət. Allah əlimizdən tutur. Bizə istiqamət verir. Kömək edir. Gözə bir dənə sözü mənim həyatımı dəyişir. Bir dənə bir sözü. Allah rəhmət etsin. Mən həmişə burada ağsaqqalar Allah qorusun. Babam uşaq idi, belə az yaşım vardı da. Gəlirdim, oturdum yanında. Deyirdim ki, bir Əli əleyhissalamın adını çəkirdim. Əli deyirdim, Əli əleyhissalam. Şu yadıma gəlir o səhnələrdə. Gördüm, kişi başlaydı ağlamağa. Dedim, ay kişi, nə oldu, nə dedim axı? Dedi, ay bala, sən bilmirsən kimin adını çəkdirsən? Əli. Öyle bir şəxsiyyətdir ki. Mən qulağımda qalıb o vaxtda. Başa düşürsünüz. Sonra araşdırmağa başlamışam. Axtarmağa başlamışam ki, bunlar kimdir bu şəxsiyyətlər? Mesela bir söz insanı hidayət edir. Bax, belə mənəvi məclislər, Ramazan ayında açılan süfrələrin faydası bizə budur. İndi siz bir dənə diqqətlə baxsınız, bu məclisin nə qədər aranlıq var, hüzur var. Nədən deyil? Çünki Allah adı zikr olunur. Əhl-i adı zikr olunur. Allah kəlamı, qəlbimizdə Allah olan eşq, bu məhəbbət, bu özü bir dənə yoldur. Ona görə Ramazan ayını fürsət bilək. Ramazan ayını fürsət bilək. Və o ayda xüsusilə oruç tutmaq, Ramazan süfrələrinin açılması və ələli xüsusda Əhl-i Beytlə ünsiyyət olmaq. Ələli xüsusda xanım Fatimə bir ehtimallarından biri də bu kəndi, bir ehtimalda bu verilir ki, xanım Fatimənin adı ilə bağlıdır, Peyğəmbər qızı ilə. Əhl-i Beytlə ünsiyyətlərimizi möhkəmləndirək. Əhl-i Beyti cəmiyyətə tanıdaq olun, Əhl-i Beyti sevəyün, sevdirəyün. O cəmaat sevsin, o bizdə belə bir deyim var, Əli rəhmi, Əli rəhmi, Əli süfrəsi. Bunlar gözəl süfrələrdir, bunlar bərəkətli süfrələrdir. Allah inşallah bizi əlimizdən tutsun, Allah önündə gələn Ramazan ayını bizə mübarək qərar versin. Çox sağ olun, təşəkkür edirəm, səbirlə, təmkinlə qulaq asdınız. Allah sizi var eləsin, Allah sizə uzun ömür versin, Allah sizin ömrünüzü daha da bərəkətli eləsin inşallah. Allah bu kəndin ağsaqqallarını, yerin göyün bəlalarından hifz eləsin inşallah. Əli qardaşıma təşəkkür edirəm. Sağ olsun, mən dəfələrlə bura dəvət edeyim, öz kəndimizə çağırıb, məclislər qurulub və s. Allah onu da qorusun, nə duaları varsa qəbul etsin. Allah ağsaqqalını hifz eləsin. Allah hamımızı Əhl-i Beytlə məşhur etsin. Elhamdülillah. Təşəkkür edirəm. Salamat, bir salavat edirik. Esnafımız var, inşallah əyləşək, esnafımızı istifadə edək. Hacı gəldi, bu günləri qonağımız oldu, mövzu elədi. Allah var eləsin, Allah onun dilinə bərəkət versin. Həm Azərbaycanımızın fəxridir, həm kəndimizin fəxridir. Allah onu qorusun. Şeyhin adını seçmiş, Şeyh Hüseyin. Ondan sonra Məli İmraç Hacıdır. Allah Azərbaycan sağlığı versin. Hacının salamatçısı bir salavat edirik. Bugünkü məclisimizdə Novxanadan qonaqlarımız var. Novxan Ağsaqqalı, Novxan əmin gördük. Allah ona can sağlığı versin, Allah ona ömür versin. Hələ zəhmət çəkib gəlib. İstərdik ki, onu da bir danışdıraq. Allah qorusun sizi. Buyurun, xoş gəldiniz. Allah canınızı sağ eləsin. Əvvəla onu deyim ki, hər adam bu mikrofon qabağında danışanda çox güman kompleks yoladı. Biz bu məclislərə, bu Fatma kəndinə Əli müəllimin dəvəti ilə o da gəlmişik ki, vallahi heç bir kompleksimiz yoxdur. Özümüzü elə öz öyümüzdəki kimi, yəni bu birinci dəfə deyil. Lap biz uşaq vaxtından da Allah rəhmət eləsin, Əliyəm vardı oxuyan. O deyərdi ki, Novxan ilə Fatma elə eyni şəkildir. Bizi ayıran bizə bu küllü təpədir. Allah canınızı sağ eləsin. Allah can sağlığı versin Əli müəllimə də. Abşeron kəndləri, xüsusən də Görədil, Fatmayı, Novxanı üstündə Əli müəllimin böyük əziyyəti var, danılmaz əziyyəti var. Allah canını sağ eləsin. Həmişə belə ictimai işlərdə fəal iştirak eləsin. Ona yaraşıq verən
Əlim əlimə gözəllik verən odur ki, o tədbiri keçirdəndə heç bir şeyi ummur. Allah subhanahu. Ummur. Çünki bunun daxildən gələnlidir ona görə. Allah əlim canınızı sağ eləsin. Allah can sağlığı versin. Çox sağ olun. Çox sağ olun. Allah. بربي جل الله الله